Sahabeler sahabenin cəmidir. Sahabeler sahabenin cəmidir. O da Nebi sallallahu aleyhi ve sellem'den görüşüp ona iman eden ve o iman üzerinde ölendir. Görüşüp dedikdə burada yani bir məclisdə olmasıdır. Görməyə də bilər. Çünki gözü görməyən sahabeler var idi. Gözlərindən görməmişlər, amma bir məclisdəydilər Peyğəmbər sallallahu aleyhi ve sellem'den. Demək, neydir? Peyğəmbər sallallahu aleyhi ve sellem'den görüşüp iman gətirən və iman üzərində ölən kəs sahabədir. Və onlar barəsində etiqad olunması vacib olan odur ki, həqiqətən onlar ümmətin ən əfsəli və əsrlərin ən xeyirliləri olublar. Ümmətin ən əfsəlləri və əsrlərin ən xeyirliləri olublar. Peyğəmbər sallallahu deyir ki, ən xeyirli əsr mənim əsrimdir. Sonra ondan sonra gələn 3 əsr zikr edir. Çünkü lisabqihim ve ihtisasihim bi sohbetin Nebi sallallahu aleyhi ve sellem ve cihad ma'ahu. Peygamber sallallahu aleyhi ve sellem'den söhbətlərinə görə, imanda qabaqda olmaqlarına görə, onunla bir yerdə cihad elədiklərinə görə, ondan şəriəti götürdüklərinə görə, onlardan sonra gələnlərə şəriəti çatdırdıqlarına görə. Bu şeylərə görə onlar əfsəldilər yəni. Allahu Teala onlara öz kitabında təriflər demiştir. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذ۪ينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللّٰهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ. Allah subhanahu teala Es-Sabiqun el-Evvelin, birinci muhacirlerden muhacirlerden ve ensarlardan imanda önde olanlardan danışır. Es-Sabiqun birinci, Es-Sabiqun keçenler de el-Evvelin, birinci keçenler yani imanda qabaqda olanlardan, muhacirlerden ve ensarlardan ve onlara güzel şekilde tabi olanlardan danışır. Deyir ki, Allah onlardan razıdır, onlar da Allah'tan. Bunların təzkiyəsi birbaşa Allah'tandır. Birbaşa Allah Taala'dan təzkiyəsi var bunların. وَاَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِ تَحْتَهَا الْاَنْهَارُ خَالِد۪ينَ فِيهَا. Yani onlar için ağaçları altından çaylar, axan çaylar nedir? Vardır. Orada əbədi olarak qalacaqlar. Yani onlar için cənnətlər vardır ki, o cənnətlərdə ağaçların altından çaylar axır. Özü bu ayədə bir şey versən, təcri min təhtihə gəlməyib, təhtəhə gəlib. Onlar olduqları yerdən çıxacaqdır. Biri var cənnətə qıraqdan çay gəlir. Yəni qaldıqları qıraqdan gəlir də çay. Bir də var ki, olduqları yerdən çay çıxacaqdır onlarda. Subhanallah. Və onlar orada əbədi olaraq qalacaqlar. Bu böyük bir uğurdur. Tövbə surəsi 100-cü ayə. Başqa ayədə Allah Teala deyir ki, Muhammedur Resulullah. Muhammed Allah'ın Resuludur sallallahu aleyhi ve sellem. Vellezine ma'ahu eşiddəu aləl kuffar. Onunla bir yerdə olanlar kafirlərə şiddətli, ruhama'u beynəhum, öz aralarında rəhimlidirlər. Tarahum ruk'an succeden. Onları ruku edən, səcdə edən görərsən, yabtaguna fadlan minallahi ve ridwan. Allah'tan fəzilət istəyib, onun razılığını istəyirlər. Fəzilət və razılıq istəyirlər bu əməllərindən. Siməhum fi vucuhihim min əsəri sucud. Onların simaları itayətlərindən bilinir. Səcdə əsərindən, yəni etdikləri itayətlə bilinir. Dəlikə məsəluhum fit Tevrat. Onların misalı Tevratdadır. Və onların misalı İncildədir. O əkinin misalı kimi ki, əxraca şat'ahu. Yəni əkin yerdən çıxanda birinci zoğu çıxır da onun birinci zoğu kimi. Saq deyirlər ona. Mən tərcümə mənazə verirəm yəni. Birinci əkin yerdən çıxanda başa düşürsünüz ki, onun birinci zoğu çıxır və sonra möhkəmlənir. Sonra öz ayağı üstə durur, şaxələrini verir. Ayağı üstə durur və şaxələrini verir. Bu əkinçiləri təəccübləndirir. Kafirləri də qəzəbləndirir. Yəni kafirləri də qəzəbləndirir. İmam Məlik Rəhməllah deyir ki, bu ayə Rafizilərə dəlalət edir ki, çünki onları qəzəbləndirən, sahabələri qarşı olan qəzəbi edənlər, kafirlər də, onlar da şeydir, Rafizilərdir. Ona görə Rafiziləri buna görə təkfir edir ki, onlar kafirdirlər. Allah subhanahu teala iman gətirib, salih əməl edənlərə
Va'adallahu allazina amanu ve amilussalihat minhum mağfiratan ve ecran azima. Yəni onlardan iman gətirib salih əməl edən kəslərə Allah Teala bağışlanma, əzəmətli bir əcri vəd edibdir. İman gətirənlər, salih əməl edənlərə bağışlanmağı və böyük bir əcri savabı vəd edibdir Allah Teala. Başqa ayədə Allah Teala deyir ki: للفقراء المهاجرين الذين أخرجوا من ديارهم وأموالهم يبتغون فضلا من الله ورضوانا. O fəqir mühacirlər barəsində danışanda hansılar ki öz diyarlarından və mallarından çıxardıldılar. Yəni onlar Məkkədən qovuldular, yəni belə gələndə qoymadılar ki, onlar nəsə götürsünlər. Gedirsiniz, heç nə götürməyəcəksiniz. Bəziləri gizlin qaçdılar oradan, bəziləri açıq gedəndə belə qoymadılar ki, onlar nələrisə götürsünlər. Diyarlarından çıxarıldılar və mallarından çıxardıldılar bunlar. Yəbtəğuna fadlan minallahi və ridvana. Bunlar bu əməllərinlə nə istəmişlər? Vətəni tərk edirlər, mal, mülk, hər şey oradadır. Ev, eşik, nəsil, kök. Tərk edirlər. Allahdan fəzlət və razılıq istəyirlər. Qarşılıq bunu istəyirlər. Allahın razılığını və fəzlətini. Və yansurunallaha və rasulah. Yəni bu əməllərinlə Allah və Rasuluna kömək edirlər. Ulaika humus sadiqun. Bunlar sadiqlərdirlər. Doğru olanlardılar. Bu muhacirlərdir. Vellezine tebevve'ud-dara vel-imana min qablihim yuhibbuna men hacara ilayhim. Yəni o kəslər ki Mədinəni özlərini diyar götürmüşdülər, məkan götürmüşdülər. Onlardan öncə orada iman gətirmişdilər Mədinədə, yəni. Onlara hicrət edənləri sevirlər. Kim ki onlara hicrət edir, yanlarına gəlir, onları sevirlər. وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا. Yəni verdikləri şeydə sinələrində heç bir sıxıntı tapmırlar. Verdikləri mallarından, mülklərindən mühacirlərə verəndə özlərində heç bir sıxıntı tapmırlar. وَيُؤْثِرُونَ عَلَى أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ. Yəni özlərinin ehtiyacları olsa belə qardaşlarının ehtiyaclarını özlərindən qabağa salırdılar. Bunlar cənnətlərini qazanırlar ya, subhanallah. Allah hamısından razı olsun. وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ. Kim öz nəfsini paxıllıqdan qoruyarsa da فَاُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Onlar nicət tapanlardır. Subhanallah. Həşr surəsi 8-9-cu ayələr. Bu ayələrdə Allah subhanahu ta'ala mühacir və ənsarlara təriflər deyir. Onları xeyirdə, qabaqda olanları olaraq vəsf edir. Və xəbər verir ki, Allah onlardan razıdır və onlar üçün cənnətlər hazırlayıbdır. Onları vəsf edir ki, onlar bir-birlərinə rəhm edirlər. Kafirlərə də şiddətlidirlər. Onları ruku edən, səcdə edən, qəlblərinin salih olmasını vəsf edir ki, onların qəlbləri təmizdir. Qəlbləri salihdir onların. Subhanallah, yəni öz qəlblərində bir sıxıntı tapmazlar qardaşlarına etdikləri yaxşılığa görə. Və ennəhum yu'rafuna bisimə at-taati vəl-iman. İman və itaət siması ilə tanınırlar onlar. Və ennəllaha ixtarahum li suhbəti nebihim. Allah Teala onları öz peyğəmbərinlə söhbətdə seçmişdir. Sahabe olmuşdu onlar. Yəni peyğəmbəri Allah Subhanahu öz peyğəmbərinə onları seçmişdi ki, onlar ona yaxın olsunlar, sahabelər olsunlar onun. Liyagiza bihim a'da'uhu. Yəni Allahın düşmanları onları gördükdə qəzəblənsinlər. Düşmanlar onları gördükdə geyizlənirlər. Kin, küdürət, bütün əsəb keçirirlər. Yəni Allahın düşmanları kafirlər də bilirsiniz. Necə ki mühacirlərə Allah Subhanahu taala vəsf eləmişdi ki, onlar öz vətənlərini, mallarını Allah üçün, Allahın dininə kömək üçün Allahdan olan fəziləti istəyərək, razılıq istəyərək tərk eləmişdilər. Subhanallah. Və ennəhum sadiqun fi zəlikə. Bu əməllərində onlar sadiq idi, doğruydular. Və ənsarlara Allah Subhanahu taala vəsf edir ki, onlar hicrət diyarının əhlini kömək, iman, doğru iman əhlini qarşılamışdılar. Və vəsf edir ki, onlar qardaşlarını sevirdilər, mühacirlərdən olan qardaşlarını sevirdilər. Özlərinin çətinliyi olmaqlarına baxmayaraq qardaşlarını qabağa salırdılar. Niyə? Paxıllıqdan salamat idilər, paxıl deyildilər. Bizəlikə və bizəlikə həzu aləl fələh. Bununla onlar nicata neyləmişdilər, çatmışdılar, getmişdilər.
Bu deyir onların ümumi bəzi fəzilətləridir, yəni sahabələrin və orada xüsusi fəzilətlər də var. Xüsusi fəzilətlər onların mərtəbələridir ki, bir-birlərindən fəzilətlidirlər. Bir-birlərindən fəzilətlidirlər. Bu da onların İslamda hansı birincidir, hansı cihad edib, hicrət edib, bu tərtibatda gedir. İslamda birinci olan cihad və hicrət edən. Bunların ən əfsəli 4 xəlifədir. Sahabələrin ən əfsəli 4 xəlifədir. Əbu Bəkirdir, Ömərdir, Osmandır, Alidir. Sonra yerdə qalan, bu 10 dənə büyücələnlərin yerdə qalanıdır. Talhadır, Zübeyrdir, Abdurrahman ibn Avfdur və Əbu Ubeydə ibn Cərrahdır, Sa'd ibn Əbu Vaqqazdır və Sa'id ibn Zeyddir. Bu 6 nəfərdə, 10 nəfərin 6 nəfərisi. Onlardır. Sonra umumən mühacirlər ənsarlardan əfsəldir, umumən. Bədir əhli Əhl-i Ridvandan əfsəldir. Fəthdən öncə İslamı qəbul edib döyüşən, fəthdən sonra İslamı qəbul edib döyüşəndən əfsəldir. Bu tərtibatla gedir. Bu nə idi? Bu səhabələrin bəzi fəziləti idi ki, biz bunu zikr edirdik.